Mən Mirzəyev Zahir Müslümoğlu, 44 gündür Vətən müharibəsinin qazisiyəm. Mən buradan müraciətim cənab prezidentimizədir. Hörmətli Ali Baş Komandan, biz qazilər bilirik ki, siz hər zaman şəhid ailələrinin yanındasınız, qazilərin yanındasınız, veteranların yanındasınız. Hörmətli Təhsil Naziri, buradan müraciətim sizədir. Xahiş edirəm bir qazi kimi mənim müraciətimi qəbul eləyəsiniz. Mənim səsimə səs verəsiniz. Mənim yoldaşım Şükürova Rəvanə Goranboy rayonu Yuxarı Ağzıkənd qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə Zamanova Mətanət xanım yanında katibə işləyirdi. Və 2025-ci ilin avqust ayının 27-sində Goranboy rayonu Aşağı Ağzıkənd qəsəbəsində yerləşən təhsil şöbəsinin direktoru İrzvan müəllim bizə bildirdi ki, Şükürova Rəvanənin işi ixtisara düşüb. Hörmətli Təhsil Nazirliyi, buradan xahiş edirəm, bir qazi kimi müraciət edirəm. Mən özüm Goranboy rayonu Aşağı Ağzıkənd qəsəbəsində yerləşən JEK-də 380 manat müavinət alıram. 380 manat aldığım müavinətin qarşılığında heç bir kommunal xərcləri ödəyə bilmirəm. Böyük uşaq 9-da oxuyur, ikinci uşaq 8-də oxuyur. O 380 manat müavinətin qabağında mən o uşaqların heç ləvazimatını da ala bilmirəm. Hörmətli Təhsil Nazirliyi, üzümü tutub buradan sizə müraciət edirəm ki, mənim iş yoldaşım Şükürova Rəvanənin yenidən işə qayıtmasına köməkdarlıq eləyəsiniz. Hörmətli dövlət qurumları, bir qazi kimi xahiş edirəm. Hörmətli Ali Baş Komandan, bir qazi kimi sizdən xahiş edirəm. Mənim müraciətimi qəbul eləyəsiniz. Yoldaşım Şükürova Rəvanənin yenidən işlə təmin olunmasına köməkdarlıq eləyəsiniz.